Uzun müddət Almaniyanın Eintracht klubunda forma geyinən Emil Balayev Azərbaycana qayıdıb. Bir neçə ay komandasız qalan qapıçı Qarabağ klubunun düşərgəsinə qatılıb. Almaniyadan döndükdən sonra mən bir neçə müddət komandasız qaldım. Yəni birinci növbədə mən Faiq müəllimə, Faiq Əzizli milli komandanın qapıçılar üzrə məşqçisi ilə məşq elədim. Ondan sonra isə Qurban Qurbanov məni Qarabağ rəhbəri dəvət elədilər ki, mən məşqlərə qoşulum və təqribi bir ay yarımdır mən burada məşq edirəm. Ay Emil, de görək bəs necə oldu ki, sən birdən-birə Almaniyanın ən tanınmış klublarından olan Eintrachtın diqqətini çəkdin? Bildiyiniz kimi mən Neftçidə davamlı başladım oyunları oynamağa və sonra elə oldu ki, Berti Fox'un yanında çalışan Wolfgang Grof vardı, məşqçi. O həmçinin Eintrachtda işləyirdi. Və onlar belə bir təklif göndərdilər. Onlar belə bir təklif göndərdilər ki, siz gələ bilərsiniz, yəni yoxlanış məşqlərinə. Mən də yoxlanış məşqlərini uğurlu keçdim və bildiyiniz kimi Eintrachtla müqavilə bağladım. Eintracht klubunda olmağından məmnunluğunu dilə gətirən qapıçı orada böyük təcrübə keçdiyini və yeni komandasında uğurlar əldə edəcəyini söz verdi. Mənim üçün böyük bir təcrübə oldu. Yəni orada məşq eləmək, orada oynamaq. Özünüz görürsüz, şahid olsun Qarabağın son zamanlardakı uğurlarını görürsüz və inşallah bu uğurlarda da pay sahibi olmaq mənim üçün çox böyük bir şərəf oldu. Ötürür Dani Quintana'nın pası ama gol! 4-0! Karayala saxlayır, Mikel 3-0! Qarabağ klubunun rəhbərliyi mənə inanıb etibar eləyib, yəni mənimlə biz müqavilə bağlamışıq və inşallah mən çalışacağam ki, bu inamı doğruldum. İddialı danışan Balayev start heyətə düşmək üçün soyuq rəqabətin olacağını bildirdi. Hal-hazırda bildiyiniz kimi Qarabağın indi bir nömrəsi İbrahim Şeyhsizdir. Yəni ki, özünüz də görürsünüz ki, necə səviyyəli bir qapıçıdır. İndi inşallah ki, sağlam rəqabətə hazıram. Emil, bəs yeni komanda yoldaşlarınla uyğunlaşa bilirsənmi? Məlum məsələdir ki, Qarabağ klubunda əzinəvi oyuncular da çoxdur. Bu kollektiv doğrudan çox mehriban kollektivdir. Mən elə gəldiyim ilk gündən çox isti, belə mehriban yanaşma gördüm. Nə deyir ya Emil? Yeni klubuna xoş gəlmisən. Ən əsası isə doğma vətənə.